Sözün düzü elə əvvəldən də 100 verirdim, indi də 100 manat. Tək gedəndə, yoldaşımla gedəndə 200. İndi biraz çətinlik var. Həddən artıq çətindir. İndi 50 manat, 100 manat. Nə qədər salıram? Yəni getməmişəm axı, nə deyim? Manat dəyər itirəndən sonra getməmisiniz? Yox, yox. Əvvəl necə salırdınız? 50 manat, 100 manat. İndi getsəz eyni miqdarda sala biləcəksiniz? Ne знаю, пока deyə bilmərəm. Qabaq ki, deyək ki, tanış olanda belə 100 manatdan verirdik. İndi təxminən həmin o tanışa deyək ki, 150 manat edir. Qovum əqrəbə olanda əlbəttə ki, qiymətlər ayrı olur. Var, dəyişiklik var. Nə qədər salırsınız? Qabaq misal üçün 50 manat, misal üçün 70 manat salırdım. İndi 20 manat, 30 manat. Bundan artıq yox. Nə qədər salırdımsa həmin pulu salacağım. Eyni pulu? Eyni pulu. Amma eyni pul eyni dəyərdə deyil də. Arası. Orası elədir. Amma nə etmək lazımdır? Qabaq elə bir ki, gedirdik, dollar edirdik, səhv edirdik 100 dollar atmağa. İndi tərsinə edirik, 50 manat beləsinə səhv edirik. 100 dollar atmağa səhv eləmirik toylara beləsinə. 50-dən 100-dən də həmən manatla. Başqa sualım yoxdur. Dollar qalxdı, qalxmadı, mənə daxlı yoxdur. Mənim onun fərqi yoxdur, dolların qalxıb, ya avronun qalxmağı, həmən manatla, mən manatla da tənzimləyirəm. Nə qədər salırıq, o qədər də salacağıq. Sonra da ki, baxacağıq cibimizdən nətər. İmkanımız olanda bir qədər çox, olmayanda da bir qədər az. Ondan başqa baxır, kimin toyuna gedirsən, elə yaxın toylar olur ki, bacı uşağı, bacı nəvəsi, onlar. Sonra da olur tanışlar, işçilər. Orada da bir-birindən münasibətdən asılıdır da. Elədirmi? Elə. Nədir? Dəvətnamə. Nə qədər salarsınız? Yox, mən içəm. Siz çəkməyin. Nə qədər salarsınız? 100 manat. Gel. Düşdüm amma.